Bərdə rayonu Divanlı kəndində yerləşən 458 saylı artizan çənində yaranan deşilmə səbəbindən su axıntısı bir müddətdir ki, təhlükə yaradırdı. Xüsusilə suyun transformatora doğru axması vəziyyəti daha da riskli etmişdi. Sakinlər arasında narahatlıq doğuran bu vəziyyət hər an qəza baş verməsi ehtimalını artırırdı. Məsələ ilə bağlı bugün Bərdə Su Meliorasiya Sistemləri İdarəsinin əməkdaşları əraziyə gələrək problemə müdaxilə ediblər. İdarənin rəisi Vüqar Zeynalovun iştirakı ilə aparılan işlər nəticəsində qəzalı vəziyyətə səbəb olan artizan çəni ləğv olunub. Su axıntısının qarşısı alınıb və transformator üçün yaranmış təhlükə aradan qaldırılıb. Sakinlər də problemin operativ şəkildə həll olunmasına görə təşəkkürlərini bildiriblər.